Allah heç kəsi çox kasıb eləməsin, nə də çox varır eləməsin. İkisi də bədbəxtlikdir. Bu kasıb arvad hamamın qabağından gəlirdi. Gördü, iki bəy arvadı çimif yaxalanıb. Ağacın altında oturub, nəsə yeyirlər. Kasıb arvad deyir, bacı, o yediyiniz nədir? Gördülər, kasıbdır, nə bilir xurma nədir? Xurma yeyirdilər, heç sağlıqla yeməsinlər. Dedə bacı, heç nə. Dedi, o heç niyə verim, mən də baxım. Xurmanın ətini yeyiblər, çəkdəyini verdilər bu kasıbın arvadına. Ağzını aldı, çiynəyə gördü, heç bir şey getmir ağzına. Bir-iki siyan sərrədi. Evə çatan dəri dedi, arvad, o ağzındakı nə? Dedi, kişi, heç nə. Dedi, ver, mən də baxım. Aldı bir-iki aborot da kürədi ağzında. Gördü, doğrudan da heç nə getmir. Dedi, arvad, bu nəsə şirin meyvədir, ətini yeyiblər, çəkdəyi qalıb. Noruz bayramı gəlir. Bundan uşaqlara 1-2 kilo tapacam. Dedi, adı yadında qalacaq mı? Dedi, qalacaq. Dedi, heç nə, dəyə, get, kimdə olsa dəyəcək var. Yazıq kasıb ölüm hərliyirdi. Yaz vaxtı hündür canlı bir kişi xiyar əkirdi, lob əkirdi, göy əkirdi. Yanına çatanda dedi, salamsız, kalamsız, heç nə olsun, Xudavənd aləm eləsin, heç nə olsun. Dedi, köpək ol, səni öldürəcəm, toxumu bahalmışam. Dua ilə, qoy buradan çıxandan sənə də verim. Dedi, mən Allah çağırdım, gərək heç nə çıxar. Ağacı kəkdi, nə yeyibsən turşulu tüyüq əti. Aya, məni öldürmə, 7 yetimin əlində qalacaq. Bən nə deyim? Dedi, bədbaxt oğlu, görürsən yer şumluyurlar, toxum səpirlər. Denən bərəkətli olsun, bu nexosundan biraz alın. Bərəkətli olsun, birimin olsun. O yer əkən də sənə nədənsə verə çıxıb gedərsən. Dedi, yaxşı. İraq məclisimizdən, şəhərin qırağından 8 bacının bir qardaşı ölmüşdü, tabutda gətirirdilər. Kəsdi tabutun qabağını ki, bərəkətli olsun, birimin olsun. Allah o qədər versin, yığıb yığışdıranmayasınız. Gördülər, bu sovetlikdə adam qalmır. Tabutu götürən də hamısı karateist baksıyor. Qoyma dedilər, təpiyin, yumruğun əl, şilküt elədilər, dedə, öldürməyin, bədbaxt oğlu. Aya, mən 7 uşaq yetim atasıyam, niyə belirsin? Dedə, bədbaxt oğlu, görürsən, ölümüz ölüb. Deyən Allah rəhmət eləsin, son qəminiz olsun. Bir büküm halva verək, çıx cəhənnəm ol. Dedi, vallahi elə dəyəcəm. 1 kilometr getmişdi, gördü kuklalı maşında gəlin gətirirlər. Kəsdi gəlin maşının qabağını ki, Allah rəhmət eləsin. Son qəminiz olsun. Allah sinənizə bir də belə dağ çəkməsin. Sağdır, soldur, düşdü, bunun o qalan hissələrini cərrah həkimliyi elədilər. Aya, mən öldürməyin, 7 yetim var, deyir, görürsən, gəlin gətirir, at çapırlar. Papanı at tut, fiş elə, qoy at qızırsın, sana nəmər versinlər. Dedi, yaxşı. Daşlıqda bir bəy oğlu xam dayçör gədirdi at. Dedi, atı qızışdırmaq lazımdır. Papağı atı, şapalağı çalan ki, xama tutumsuz bəy oğlu. Nə tər daşın üstə bunu saldısa, təpəsi Sabirat qarpızı kimi ki ayrıldı. Düşdü qamçını çəkdi buna, nə yeyibsən elə ağılı başından gedəndə dedi, ben nə eləyim? Dedi, kasıb köpək oğlu. Görürsən at ülkü, düşü elə. Qaşmağa başlayır, bir çəngə ot ver ağzına dayansın. Dedi, yaxşı. Bir meşəliyə çatanda gördü hündür canlı bir kişi dalında odun şələsi gətirir. Dedi, ülkəcə ya bu. Düşü, kişi baxdı ki, mal yox, qoyun yox, bunu düşülürlər. Şəli yerə qoymaq istəyəndə dedi, ülkəcə ağzına ot vermək lazımdır. Yerdən bir çəngə ot qoparıb, odun gətirən kişinin ağzına uzadanda, palıt yarmaçasından nə tər təpəsinə qoydu, sağlı başından getdi. Üzünə su tökdü, bunu diriltdi, bə nə deyim? Dedi, nə gəzirsən? Dedi, başıma bu iş gəlib, heç nə, heç sad adlı bir meyvə axtarıram. Dedi, köpək oğlu, sən aldadıblar, özünü öldürtdürmə, qayıt verən xanına git. Hamınıza gözəl günləri arzu eləyirəm, can sağlığı arzu eləyirəm. Bir kasıb kişi də, deməli, 40 il idi evlənmişdi, arvadının da 60 yaşı var idi özünün də. Amma elə kasıbıdılar ki, deyirdilər Allah, o karıqdır, bəlkə ayaqqabısı düşə qala.
Arvad dedi ki, evlendiyimiz neçə il? Dedi 40 ildir. Dedi 40 ildə heç bu evə qazaş gətiribsən? Dedi gətirmişəmsə mən kişi deyiləm. Dedi bəs sabahlar uşağın yeməyə heç nə yoxdur, nə fikirləşsən? Dedi arvad təzədən 60 yaşda mən nə eləyim? Dedi dünənləri mən o ağ çiçəyim şadlıq restorandaydım Rəşidin toyunda. O saz çalan, muzikatlar bir bölük pul aparda kişi gəlsən sənətkar olasan. Yazıq kişi döndü əlinə baxdı ki, parmaqlarının arasında fındıq qoz gizlənər. Dedi arvad, kül o müsiqalətinin başına ki, bu parmaqlar onun üstünə gəzəcək. Dedi, dədəmin görə ki, yaxşı yuxu görmüşəm, xeyrin var, dur. Evdə də 5 manat pulumuz var, apar. Bazarda hansı müsiqaləti 5 manat atsa, bil ki, çörəyin ondan. Əmə bir şey yadınızda qalsın. Bəyək Süleymana da deyirəm. Ruzunu da, şəxsiyyəti də, ömrü də verən Allah taladır. Həmişə payınızı gözə görünməz dünyanı xəlq eləyən o ulu tanrıdan istəyin. Bu gəldi bazara girdi ki, qoşan ağara 30 manat, o biri nağara 40 manat, gitara 700 manat, qarmon 3000 manat, 5 manatlıq heç nə yoxdur. Fikri qayıdıb çıxırdı, gördü bazarın başında bir kömür meşoy qoyublar, bircə tay qara zurna, üstə də yazıblar piyat rubli. Dedi, mənim alətim sən asforuş, gəl. Zurnanı aldı, elə burada Allah tala gəldi. Yolda dedi, arvad deyəcək, çal əmməcəm, mən öldürəcək, biraz məşq eləyim. Bir o tələb samanlıq vardı, girdi bura, elə yeni qamışı ısladırdı, gördü, torşla bir qatır əyləndi, samanlığın dalına gizləndi. Bir tacir düşdü, arvadı düşdü, gəvəni açdılar, paltarlarını çıxartdılar, tacir belindən bir kisə qızıl döşəyin üstünə. Özü gəvənin o başında durdu, arvad bu başında. Tacir dedi, arvad, mən kimi oxşuyuram? Dedi, sən Turafxan yüzbaşını oxşuyursan. Yüzbaşı da o vaxtı general idi. Arvad dedi ki, mən kimi oxşuyuram? Dedi, sən də cənnət quşunu oxşuyursan. Tacir dedi ki, Turafxan yüzbaşı cənnət quşunun vüsalına çatmaq istəyir. Deyəndə o kasıb zurnaçı dedi, burada nikah məsələsi var, evlənmə olacaq. Mütləq musiqi lazımdır. Nə vələt adam qara zurnaya nə təhdid edirsə, tacir dedi, arvad, cin gəldi, qaç. İkisi də götürüldü. Durdu bu kasıb zurnaçı qatırın üstünə gəvəni, yorğan döşəyi, qızılı aslı kəmərindən, zurnanı da qoydu qoyununa. Arvad gördü, ölmədən kişi, indi elə bir Şah Abbasovdan gəlir. Ay kişi dedi, bu nə qatırdı, bu nə gəvədi, bu nə qızıldı? Dedi, arvad, Allah sənətə bərəkət versin. Bircə dəfə üfürməklə bir belə gətirmişəm. Aradan bir ay keçəndə tacir qatırı tanıdı. Ay kasıb, qatır mənim, dedi mənimdir. Gəldilər qazının yanına. Qatır sahibi dedi ki, qaz sağ olsun. 13 ildir bu heyvəndədir. Bu kasıb səndə neçə ildir? Dedi, qaz sağ olsun. İli yadıma gəlmir, Turafxan yüzbaşı cənnət quşunun vüsalına çatmaq istədiyi gündən qatır məndədir. Tacir gördü, zurna çıxan buymuş, biyavır olacaq. Dedi, qaz sağ olsun, heyvan heyvanı oxşayar. Allah o heyvandan bu kasıva xeyir versin.